isə silindrin səthinin sahəsi mövzunun 6-cı riyaziyyat dərsindən gəlin birlikdə öyrənək. Uşaqlar, bizim silindrimizə fikir versəniz, yuxarı oturacağı və üst oturacağı dairədir. Ona görə tam səthinin sahəsində mən birinci yazacağım, belə deyim, baxın. 2S oturacaq, üstə gərək S yan. Yəni, o belə olur. 2πr kvadratı, üstə gərək 2πr h. Və yaxud da bunu siz çox yerdə 2πr-i ortaq vuruq kimi çıxardır, yazır r plus h. Bu olur silindrimizin tam səthinin sahəsi. Radius dedikdə biz götürürük çevrənin radiusunu, hündürlük dediksə yan telini götürürük, h şəklində götürürük. Gəlin çalışma birdən başlayaraq gedək. A bəndində. Baxın sizə verib. Radius bərabərdir 5 cm, hündürlük bərabərdir 10 cm. Və mörtəziyə baxıram misalda ki, mənə verirmi ki, uşaqlar P-nin qiymətini verib, P-yə də təqribən 3 götürün. Onda S tamın düsturun. Gəlirəm, rahat-rahat yazıram. 2πr r plus h. Onda 2 vur, 3 vur, 5, 10 plus 5. Bu elədir 34, 30 vur 15, 450 cm kvadratı. Aha. Getdik B bəndinə. Yenə verilənləri yazıram. Radius bərabərdir 2 cm. H bərabərdir, daha doğrusu uşaqlar metr, mən biraz 8 metr və salam. S tam bərabərdir sual. S tamı yenə düsturun yazıram. 2πr r plus h. Cəmiyyətləri yerinə qoyuram. 2, p-ni yenə 3 qoymalıyıq. H-ın yenə 2. 2 plus 8, 6 vur 12, 120 cm kvadratı. Getdik 6-cı çalışmaya. Gəlin baxaq. 6-cı çalışmada da yenə verilənləri bir-bir uşaqlar tələsmədən yazın. Həmişə ümumiyyətcə çalışın ki, şərtdə nə verilibsə, birinci bir müəyyən bir qıraqdan verilir şəklində bunu qeyd edəsiniz. Deməli, nədir? Radius bərabərdir 1.5 cm, hündürlük bərabərdir 6 cm və S tam bərabərdir sual. S tam bərabərdir 2πr r plus h bərabərdir. 2 vurulsun, 3 vurulsun 1.5, 1.5 üstə gəl 6. Bu 9 vurulsun 7.5, 63, 67.5 santimetr, daha doğrusu santimetr kvadratı. B bəndində yenə baxıram. Radius yox. Sizə burada fikir verin uşaqlar. Diametr verin. Diametr 8 metrdirsə, siz buradan radiusun 4 metr olduğunu yazırsınız. Hündürlüyü isə elə 4 metrdir. S tam bərabərdir 2πr r plus h bərabərdir. İndi gəlin yazaq. Deməli, 2 vur, 3 vur, 4, 4 plus 4. 24 vur 8 bərabərdir 192 cm kvadratı. C bəndi R bərabərdir 40 cm, H bərabərdir 52 cm. S tam bərabərdir 2πr R plus H bərabərdir. 2 vurulsun 3 vurulsun 40. 40 plus 52. 6, 240 vurulsun 92. 240'ı 92'ye vurup yazmaq da yekunu sizdə qalır. Aha. Geçdik çalışma 7-yə. Çalışma 7-də uşaqlar sizə deyir ki, konserv qablarının yan səthini örtmək üçün kağız yapışqanlarından istifadə olunur. Eni konserv qabının hündürlüyünə bərabər olan 2 metr uzunluqda kağız neçə belə konserv qabının deməli uzunluqda eni konserv qabının hündürlüyünə bərabər olan 2 metr uzunluqda kağız nə qədər deməli yan üzünü örtməyə çatar. Deməli mənə burada uşaqlar S yan səthi lazımdır. Yan səthin də düsturu nə idi? 2πr h. Gəlin baxaq. 2 vurulsun 3,14 vurulsun. Mənim diametrim verilib burada 12 cm uşaqlar. Mən burada radiusu götürəcəm nə? 6 cm. Onda vurulsun 6, vurulsun 18. Gəlin bunu kalkulator vasitəsilə hesablayaq. 2 vurulsun 3.14
vurulsun 6 vurulsun 18 bərabərdir. Bu elədir 678,24 santimetr kvadratı. İndi gəlin deməli hündürlüyü, konserv qabının hündürlüyü, uzunluq deməli gəlin keçək kağızın yan kağızı hesablayaq. Gəlin kağızı hesablayaq. Deməli kağızın deməli bizdə yanı belə deyim, hündürlüyə bərabər uzunluqda kağız. Kağızın belə deyim uşaqlar eli, yəni 2 pi eri dostlar 2 metrdir. Yəni 200 santimetrdir. Hündürlüyü isə elə konserv qabının hündürlüyünə bərabərdir 18 santimetr. Onda yanı belə olacaq. Deməli 200 vurulsun 18 bərabərdir 3600 santimetr kvadrat. Onda deməli uşaqlar 3600 santimetr kvadratı olduğuna görə çatacaq. Hələ bizim konserv kağızı qabığımızdan da nə olacaq? Kənarda qalacaq. Vəssalam. Getdik 8-ci sualın həllinə. Düz üçbucaqlı prizmanın şokolad qutusunu bükmək üçün səthinin sahəsindən 10% əlavə kağız lazımdır. Deməli, səthinin sahəsindən 10% əlavə kağız lazımdır. 25 belə şokoladı bükmək üçün neçə qədər kağız lazımdır? Deməli, mən tam səthi hesablamalıyam. Yəni, yan üstə gələk 2S oturacaq. İndi dostlar, yanı hesablayıram. Yanım belə olacaq. Deməli, olacaq 5 vur 15, 5 vur 15, üstə gələk 6 vur 15 plus 2. Oturacağım isə 6 vur 4 böl 2 bərabərdir. Bundan bunlar getdi. 75, 75 plus 90 plus 24. 150, 240, 264 santimetr kvadratı. İndi dostlar, sizə burada dedik ki, 10%, yəni bundan da bir 10% çox. 264'ün 10%'ini tapdım. Böldüm 100'ə. 26,4. Onda 264 üstə gəl. 26,4. Bu isə verir bizə 280, 292, səhv yox, mən səhv elədim. 264'ün üstə 26 gələndə 80, 90. 290,4 santimetr kvadratı bizə kağız lazımdır. Mən əgər 25 dənə 290, deməli 290,4'ü vuracam 25'ə. Bu da eləyir 7260, yəni neynədim? 25 vurulsun, yazdım 290,4, bu isə 7260 santimetr kvadratı kağız eləyir. Videolarımı bəyənməyi və bildirməyi unutmayın. Hər birinizə xoş seyirlər.